Hövsanda partlayış baş verən ev spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib. Bildirilib ki, ümumi sahəsi 200 kvadrat metr olan 2 mərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hövsanda partlayış zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə təbibdən məlumat verilib. Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 22-sində saat 00:05 radələrində Suraxanı rayonu Hövsan-Türkan yolunda yerləşən həyət evində partlayış baş verməsi səbəbi ilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alan 24 yaşlı şəxs üzün hər iki qulaq seyvanının, boynun hər iki saydın, gövdənin arxa səthinin 2-3 dərəcəli, 2-3 dərəcəli termiki alov yanığı, tənəffüs yollarının yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki yanıq mərkəzinə hospitalizasiya olunub. Hazırda pasiyentin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.